Milli parklar dövlət tərəfindən qorunan xüsusi təbiət əraziləridir. Onlar ekoloji tarazlığın qorunduğu məkandırlar. Bu parklar insanla təbiət arasında qurulan ən etibarlı körpüdürlər. Milli parkların əsas məqsədi təbiəti qorumaqdır. Milli parklarda nadir və nəsli azalan bitki və heyvan növləri mühafizə olunur. Eyni zamanda torpaq, su, meşə və dəniz ekosistemlərinin balansı saxlanılır. Bundan başqa milli parklar insanlar üçün dincəlmək, təbiəti tanımaq və onu öyrənmək imkanları yaradır. Abşeron Milli Parkı Azərbaycanın mühafizə olunan əraziləri arasında xüsusi yer tutur. Azərbaycanın paytaxtı Bakıya ən yaxın yerdə, təxminən 60 kilometrliyində yerləşən Abşeron Milli Parkındayıq. Şəhərin səs-küyündən uzaq bir yerdə yerləşən, öz fərqli ritmi ilə yaşayan Abşeron Milli Parkı 2005-ci ildə yaradılıb. Ümumi sahəsi 783 hektardır. Parkın ərazisinin bir hissəsi quru yarım səhra landşaftdan, bir hissəsi isə Xəzər dənizindən ibarətdir. Bu iki mühit bir parkda birləşib. Bu da onu unikal eləyir. Bura Abşeron Milli Parkıdır. Onu kəşf eləmək üçün buradayıq. Bakı şəhəri Zirə qəsəbəsində yerləşən Milli Parkı siz həm piyada, həm də velosipedlə gəzə bilərsiniz. Ən məşhur turist marşrutu isə Şahdili burnuna aparan yoldur. Parkın girişində yol boyu quraşdırılan tablolarda burada yaşayan canlılar haqqında məlumat ala bilərsiniz. Dənizin nəfəsini isə ilk addımda hiss edəcəksiniz. Abşeron Milli Parkında bitki örtüyü sadə görünür, amma davamlıdır. Duzlu torpaqlara uyğunlaşmış yovşanlar, şoran bitkilər və sahil kolları bu ərazinin əsas dayağıdır. Onlar torpağı saxlayır, quşlara və xırda canlılara həyat verir. Fauna baxımından da park xüsusilə su quşları üçün təhlükəsiz dayanacaq rolunu oynayır. Parkın əhəmiyyəti onların çoxluğunda deyil, balansındadır. Burada hər canlı öz yerini tapıb. Abşeron Milli Parkının vizual kimliyini müəyyən edən əsas təbii element Şahdili burnudur. Əksər turistlər məhz bu təbiət hadisəsini canlı görmək üçün parka səfər eləyirlər. Şahdili burnu Abşeron Milli Parkının simvollarından biridir. Xəritədən baxanda o, qartalın dimdiyini xatırladır və Xəzərə doğru uzanır. Təbii yarımada olan Şahdili burnu Azərbaycanın ən ucqar şərq nöqtəsidir və onun özünə məxsus, təkrarsız bir gözəlliyi var.
Rəvayətə görə əvvəllər bura yüksək mənsəbli əyyanlar, o cümlədən şahlar, xanlar ova gələrmiş. Ona görə də buranı yerli əhali Şah dili adlandırırlar. Şah dili təbii coğrafi mövqeyinə görə unikal bir təbiət hadisəsi sayılır. Xəzər sahillərinin heç bir nöqtəsində demək olar ki, bu qədər heyrətamiz və romantik bir görüntü yoxdur. Şah dili turistlər və tədqiqatçılar üçün xüsusi maraq kəsb edir. Xəritədə qartal dimdiyini xatırladan forması təsadüfi deyil. Küləklərin və dalğaların istiqaməti bu burnun relyefini daim yonur və illərdir ki, onu formalaşdırır. Xəzər dənizinin ən ucqar nöqtəsi olan Şah dili, Abşeron yarımadasının Xəzər dənizinə birləşən ucqar və cəlbedici bir sahil nöqtəsidir. Statistik müşahidələr göstərir ki, son 50 ildə Şah dili burnunun sahil xətti bir neçə dəfə dəyişib. Müxtəlif vaxtlarda ərazidə çəkiliş elədiyimiz üçün biz də bunun şahidi olduq. Bu dəyişkənlik parkın canlı geoloji proseslərinin göstəricisidir. Məhz bu səbəbdən Şah dili həm təbiət hadisəsi, həm də canlı müşahidə məkanı kimi dəyərlidir. Xəzərə doğru uzanan Şah dili ərazisində ziyarətçilər mənzərənin füsunkar gözəlliyini, müxtəlif növ quşların həyatını izləyə bilərlər. Bu ərazi həm təbiət sevərlər, həm də fotoqraflar üçün əla bir məkandır. Şah dili həm görünüş olaraq, həm də coğrafi baxımından təkrarsızdır. Parkın ən rəngarəng və ən səs-küylü sakinləri, qonaqları təbii ki, quşlardır. Mövsümündə bura minlərlə qışlamağa quşlar, həmçinin flamingolar gəlir. Xəzərin dayaz sahilləri flamingoların qidalanması üçün ideal məkandır. Şansınız gətirsə, parkın ərazisində onları yaxından görə də bilərsiniz. Abşeron Milli Parkı quşlar üçün təhlükəsiz dayanacaqdır. Burada il boyu qalan növlər də var, mövsümü köç eləyənlər də. Park xüsusilə qış aylarında şimaldan gələn quşlar üçün sığınacaq rolunu oynayır. Flamingolar dayaz və duzlu suları seçir. Onlar əsasən qış mövsümündə gəlir. Qida ehtiyatlarından asılı olaraq parkda qalma müddətləri dəyişir. Son illərdə flamingoların sayı sabitliyini itirib. Suyun geri çəkilməsi və qida bazasının azalması onları daha tez-tez yer dəyişməyə məcbur eləyir.
Ağqu quşları parkda daha sakit sahələrdə müşahidə olunur. Bu quşlar təhlükəsizliyi ön planda saxlayan növlərdəndirlər. Fısıldayan qu isə səssizliyi ilə seçilir. Bu növ quşlar da parkın təbiətinə uyğun, görünmədən var olan quşlardandırlar. Parkda ümumilikdə 50-dən çox quş növü qeydə alınıb. Quş müxtəlifliyi Abşeronun ekoloji dəyərini artırır. Sakitlik və təhlükəsiz mühit quşların burada qalmasına imkan verir. Xəzər dənizi Abşeron Milli Parkının ayrılmaz bir hissəsidir. Dəniz buranın iqlimini, landşaftını, onun canlılar aləmini formalaşdırır. Çox təəssüf ki, son zamanlar Xəzərin sularının geri çəkilməsi onun ekosistemini, flora və faunasını dəyişib. Xəzərin endemik növü olan su itiləri artıq bu sahillərdə görmək demək olar ki, mümkün deyil. Xəzər dənizini Abşeron Milli Parkının ürəyi adlandırırlar. Son illərdə Xəzərin səviyyəsinin aşağı düşməsi parkın həyatında ciddi dəyişikliklərə səbəb olub. Dayaz sular quruyur, qida zənciri zəifləyir, bəzi canlılar isə ərazini tərk edir. Xəzər su itisi də dəyişikliklərin ən həssas göstəricisidir. Bir vaxtlar sahil boyunca görünən bu endemik növ bugün artıq nadirdir. Tarixi məlumatlara görə keçən əsrin əvvəllərində onların sayı 100 minlərlə idi. İndi isə onlar əsasən Xəzərin daha sakit və soyuq şimal hissəsində qalırlar. Abşeron sahillərində parkın loqosunda yer alan su itiləri görmək artıq nadir hadisəyə çevrilib. Azərbaycanın bir neçə bölgəsində, o cümlədən Abşeron Milli Parkının ərazisində də paraplan uçuşları həyata keçirilir. Fürsətdən istifadə edib mən də səmaya qalxmaq, quş uçuşu səviyyəsindən dənizi seyr eləmək istədim. Bu işdə tandem pilotçum, peşəkar paraplan uçuşları həyata keçirən Fərhad mənə kömək oldu. Bura Abşeron Milli Parkının tərkibində olan Şahdili ərazisidir. Birazdan siz onu göydən, yəni quş uçuşu səviyyəsində görəcəksiniz. Çünki hal-hazırda biz paraplanla uçmağa hazırlaşırıq. Bu 2 nəfərlik tandem uçuşu olacaq. Yəni mən və pilot. Onu da qeyd edeyim ki, Abşeron Milli Parkının ərazisində həm mühərrikli, həm də mühərriksiz paraşutla səmaya qalxmaq mümkündür.
Dəniz üzərində uçuşumuz mənə fərqli hisslər yaşadacağına əminəm. Motorlu paraşütlə uçacağıq və görəcəyimiz əsas mənzərə dənizdir. Əvvəl avtomobilə yerləşdirilən xüsusi qurğuya dolanan uzun bir kəndirin ucunu bizə bağladılar. Havaya o kəndirlə qalxdıq. Müəyyən yüksəkliyi qət edəndən sonra kəndir bizdən ayrıldı. Pilot küləyin bizə lazım olan axını tapıb səmada rahat uçuşa başladı. Bu təcrübəni də yaşamaq maraqlı idi. Ümmansız dəniz mənzərəsi, aldığın adrenalin və azadlıq hissi. Bunlar üçü bir arada yaşananlar idi. Hər il dünyada 2 milyondan çox insan paraplanla uçuş edir. Bu tək idman üçün deyil, bu tək zövq almaq üçün deyil. Həm də quş kimi səmada azad pərvazlanmaqdır. O azadlıq hissini yaşamaqdır. Çünki insan nə qədər yerə bağlı olsa da, daima ruhu onun göyə canadır. Paraplan isə qanaddır. Əgər qanadlanıb səmada bu azadlıq hissini yaşamaq istəsəz, onda bilin ki, Azərbaycanda paraplan imkanları var və siz bu imkanlardan istifadə edə bilərsiniz. Pərvazlanın, səmaya qalxın və yeri göydən kəşf edin. Xəzər dənizinin suları xeyli çəkilib. Quş uçuşu səviyyəsində bunu müşahidə edib təəssüflənirsən. Təbiət əvvəlki mənzərəsini dəyişir. Amma dəyişməyən Xəzərin ecazkarlığı və rənginin sehridir. Xəzəri bu yüksəklikdən görüb seyr eləmək, sahilə toxunmasına baxmaq, dənizin mehini duymaq, qağayların səsini eşitmək çox gözəl hissdir. Fərhad, hansı uçuşlar insanları daha çox həyəcanlandırır? Ən çox həyəcanlandırılan uçuşlar dağlarda olur. Bəli. Çünki insanlar düşünür ki, biz gedib dağa dəyə bilərik, Aha. daha çox ekstrem yaşada bilirik, yəni ekstrem sevən insanlar üçün. Dənizin amma öz sevənləri var. Məsələn, meditasiya sevənlər, sakitliyi sevənlər gəlib dəniz üzərində uçmaq istəyir. Hazırda o sakitliyi hiss edirsiniz yəqin. Buradan dəniz çox gözəl görünür və xüsusi zövq alırsan. Həm də həqiqətən də o quş uçuşu səviyyəsində sən azadlığı hiss edə bilirsən. Wow! Woo! Çox sağ ol Fərhad, çox təşəkkür eləyirəm. İnanılmaz bir hissdir dəniz üzərindən. Bu tamam fərqlidir. Dağlardan, dərələrdən dəniz görüntüsü çox fərqlənir və bu mənim daha çox xoşuma gəldi. Sözünü desin. Ümmansız dəniz mənzərəsi, aldığın adrenalin və azadlıq hissi. Bunlar uçuş vaxtı üçü bir arada yaşananlardır. Səmada qartal kimi süzmək və yerə göydən baxmaq, quş uçuşu səviyyəsində yalnız küləyin köməyi ilə qanad açmaq, havada qalmaq
Bütün bunlar bir yuxu idi. İndi isə xəyallar gerçəyə çevrilir. Göyün üzündə yaşadığı hissləri sözlə ifadə eləmək mümkünsüzdür. Onu yalnız yaşamaq olar. Həyatda elə rənglər var ki, onun konkret adı yoxdur. Amma o var. Burada yaşanan emosiyalar da belədir. Adı yoxdur, amma sən onu yaşayırsan. Və ən gözəli odur ki, onlar heç vaxt unudulmur. Abşeron Milli Parkında ziyarətçilər üçün yaradılan şərait təbiətin bütövlüyünü pozmadan düşünülüb. Piknik zonaları müəyyən olunmuş ərazilərlə məhdudlaşdırılıb və bu təsadüfi deyil. Burada məqsəd istirahətlə məsuliyyəti bir araya gətirməkdir. Abşeron Milli Parkında həm turistlər üçün aktiv, həm də ki, dincəlmək üçün istirahət imkanları var. Burada turistlər üçün piknik yerləri də ayrılıb ki, orada siz özünüz üçün nəsə hazırlayıb yeyə və yaxud da ki, çay içə bilərsiniz. Biz də fürsətdən istifadə edib nahar hazırlamaq qərarına gəldik. Naharımız da olacaq toyuq kababı. Bunun üçün bizə lazımdır təbii ki, şişlər və toyuq əti, toyuğun bud, qanad və sinə hissəsi, kartof, pomidor, limon, göy, soğan və toyuq ətini ədviyyatlarla bastırma eləyəcəyik. Ondan sonra onları şişə çəkib manqalda bişirəcəyik. Əvvəl başlayaq toyuq ətini bu ədviyyatlarla hazırlamağa. Toyuq kababımız artıq hazırdır. Abşeron Milli Parkında piknik yerindəyik. Çox dadlı, yumuşaq. Ətri də iştah açır. Nuş olsun.
Abşeron Milli Parkı ziyarətçilər üçün sadə, amma əlverişli imkanlar təqdim edir. Giriş biletləri əlçatandır, cəmi 2 manat. Müşahidə nöqtələri, marşrutlar və istirahət zonaları da aydın şəkildə təşkil olunub. Bu, parkı həm yerli sakinlər, həm də xarici turistlər üçün cəlbedici eləyir. İnsanlar milli parklarda təbiətlə ünsiyyət qurur. Onu qorumağın vacibliyini anlayır. Milli parklar təbiətin yalnız bu gün üçün deyil, gələcək üçün də qorunmasının əsas təminatıdır. Dünyada minlərlə milli parklar var və hər biri yerləşdiyi coğrafiyanın təbiət yaddaşını daşıyır. Abşeron Milli Parkı səfər edəcəyiniz ən maraqlı və rəngarəng parklardan biridir. Milli Park sakitlik axtaranlar üçün uyğun məkandır. Burada şəhərin səs-küyü yoxdur. Təbiət ön plandadır. Yarım səhra mənzərəsi sadə olsa da təsirlidir. Bəşəriyyətin füsunkar görüntülərindən biri olan şah dili möcüzəsi isə sizi öz seyrinə salacaq. O, təbiətin yaratdığı ən gözəl rəsm əsərlərindən biridir. Abşeron Milli Parkı şəhərdən uzaq düşmədən təbiətlə ünsiyyət qurmaq üçün ən gözəl məkandır. Burada siz fotosesiya eləyə bilərsiniz, piknik qura bilərsiniz, dənizin sahilində gəzib onun gözəlliyindən həzz ala bilərsiniz. Ən əsası isə burada insanın ruhu dincəlir. Belə bir gözəl məkanı kəşf eləməyə dəyər. Kəşf eləmək isə həmişə gözəldir.